Bir dənə gözəl Gökçək evinə gəlmişəm. Bu evi Azad tapıb. Deyir ki, Azad mənə ki, bayaqdan ki, ay qardaşım, gəl bu evi çəkək, biz satacağıq bütün əşyalarındandır. Bax görürsüz mətbəxdə soyuducusundan tutmuş paltar yuyanı, tifovkası, yəni ki, peçi, belə deyək də, mətbəx mebeli, hamısı. Dəhlizində görürsünüz şkafı, əşyalı, 4 sotun içində də əzizlərimiz. Zəhmət olmasa bax videoya baxırsınız, baxışınız əla gəlir. Bir də bəyənin də bir dənə səhifəyə takib atın da əzizlərimiz. Bizim əziyyətimizi yerdə qoymayın, xahiş edirəm. Görürsünüz, bax qonaq otağı. Şkaflar, divan, kreslo, nə istəyirsiniz bu evdə var. Bir dənə televizor lazımdır bu evə. Bir də alan adam paltarını götürsün, gəlsin bu evə. Stoluna necəm var, hamısı var. 4 sotun içində çox gözəl paket kupsalı, uşaq yataq otağı, əziz lezlərimiz. Əşyalar da həqiqətən az işlənmiş əşyadır. Yəni çox gözəldir də. Yəni mən bu evə belə deyim də vuruldum. Vuruldum bu evə. Bura bizim valideyn otağımızdır. Evimizin də tikintisində, keyfiyyətinə söhbət yoxdur. Görürsünüz əşyalarını. Azad bir dənə o birisi otaqda çəksin. Qardaş, bir dənə sən deyinən, bu ev necədir, ay Azad? Super. Azad da dedi ki, superdir. Çünki özü tapıb baxır. Deyir ki, Azad hələ belə ev tapmaz. Burada bizim evimizin hamam otağıdır, isti döşəmədir, aksesuarlar, zaten hər şey var. 4 sot, əziz izləyicilərimiz, 6 qarajdır. Videonu bir dənə sonuna kimi izləyin, indidən bir dənə bəyənin də videonu. Xahiş edirəm, səhifəmizə takib ataq, keçək həyətinə. Əziz izləyicilərimiz, bir dənə həyətini çək, Azad düşməyə, bir dənə yuxarıdan çək buranı. Bax, buranı göstər, əkin sahəsi. Burada maşın girən, maşın gör neçə dənə, 4 dənə, 5 dənə təsəvvür edin, qonaqlarımız gəlib, hamısı maşını saxlayıb bəyikdə. 2 dənə də qaraja, Azad da 2 dənə də qarajına girir. Bax, sağ-sol tərəfindən arxasında keçidi. Həyətində sanitar qovşağı. Bir dənə Azad görünə göstərəcəm sənə, qardaşım. Bir dənə qarajını çək. Azad, çək bunu paylaşarsan. Necədir, qardaş? Bir dənə sol tərəfində çək, sanitar qovşağı. Buradakı evimizin 1-ci mərtəbəsi. Qarajda maşının altında da otaqlar var, istəsəz remont edə bilərsiniz. Bir dənə qardaşım. Bax. Çək bir dənə, bax ora. Necədir? Bir dənə bunu gəl bir dənə bura. Bir dənə Azad, qardaşımsan. Ay Azad. Bir dənə gəl bura. Fırla bir dənə kameranı bura. Qardaşımsan. Bir dənə manqalını çək. Bax, əziz izləyicilərimiz, bu evi bizdən alsınız. Bir dənə xahişim var sizdən ki, kabab. Bir dənə kabab qonaqlığı verərsiniz də, bu cür ev tapmışam siz üçün. Mebellə, 2 mərtəbə, ağlayla, şəxsi tikili də, belə deyək. Şəxsi tikili. Evimiz tam full mebellə 137 min manatdır. Mebel siz istəsəz 132 min manatdır. Real alıcıya endirim olacaq. Evimiz harada yerləşir? Məhəmmədidə, tam mərkəzdə. Əsas yoldan 150 metr, Məhəmmədin mərkəzində təzə yola yaxın. Məktəbə 5 dəqiqə piyada yolla. Çox gözəl yerləşmədir. Həqiqətən tələsin bu evi almağa. Videonun sonu kimi izlədiyiniz üçün təşəkkürlər. Bir dənə like, bir dənə də səhifəmizə abunə olun. Sağ olun, bugünə bu qədər.